Hərəkəti mən, bütün cahanı dəyişməm, inan, bu hali mən. Bax, yadımdadır anamın laylaları, satmayan qızıla, xalqla şərafəti mən. Sevimli sayın dostlarımız, hamınızı xoş gördük. Bu gözəl veriliş üçün gəldiyiniz üçün hamınıza sağlıq və salamlar söyləyirəm. Burada danışmayımıza yer yox idi. Bəli, bütün dostlarımızın hamısı burada olduğu üçün, bütün bərnamələrin necə qurulması üçün, fikir paylaşmaq üçün biz olsa da, birlikdə bahən bir qərara gələk. Rəhmətli Əmanini burada çoxlu dostlarımızla birlikdə görmüşük, işlərində görmüşük. Bu cür bərnamələrə, yəni münasiblərə necə baxardı, dostlarımızın çoxları bilir. Bilməyənlərə də bildiyim ki, o rəhmətli belə bərnamələri özümüzə bir fürsət bilərdi. Çalışardı ki, deyərdi ki, madam ki, hakimiyyət bizə bərnamə qoymur. Bunlar özəl olaraq öz içimizdən çıxan bərnamələrdir. Biz xalqımızla, millətimizlə, dostlarımızla birlikdə bu bərnamələrdən nəhayət faydalarımızı etməliyik. Amma təəssüflə, yenə təəssüflə deməliyim ki, dostlarımızın çoxları bu 9 ildə əlləri almasın, ayaqları ağrımasın, gəliblər, çətinliklər çəkiblər, təhdidlər eşidiblər. Bunu deməliyəm ki, xoşbəxtانه bu 9 ildə çoxları düşmanlarımızın vəlindən təhdidlər olubdur. Bu il demirəm, o çətinlik olub da, bu il bəzi dostlarımız müxalif sazların vurmayla nəhayət təlaşlarını elədilər ki, bu bərnamə qurulmasın. Amma xoşbəxtانه sizin bu gözəl gəlməklərinizlə, gözəl danışmaqlarınızla, zəhmətlərinizlə bu bərnamə quruldu. Umuram ki, bu bərnamə daha gələni bundan yaxşı olar. Bundan yaxşı olar və birlikdə indidən bərnaməmiz olsun ki, bu ailəni, əlindən gələni bu olub ki, bu bərnaməni gəlirlər. Özümüz olan yerlərinə qoyaq. Gəlməklərin gəlirlər. Biz bunlara dəstək etməklə, güclü bunların yanında olmağımızla bunlara daha arxa çıxarıq. Bu sözlərə